Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Necəsiniz? Xanımlar, gördüyünüz kimi şəkər bura bişirirəm. Deməli, mənə lazım olanları stolun üzərinə yığmışam. Hilə əlavə edirəm, qarışdırıram. Təbii ki, sonra yaxşı qarışdırıram. Burada unu əlavə etmişəm. 1 kilo undur, doymaq unudur. Deməli, 2-dən 2 kilo almışdım da, digərini əlavə etdim. Burada gördüyünüzdən də 2 stəkan əlavə etdim. Demək olar, eyni, belə deyək də, ərzaqlar gedirdi hamısını xanımlar. Deməli, 400 qram yağdır. Xanımlar, İran yağından istifadə edirəm. Bir paçkadır, bir də paçkanın yarısından çox. Yəni, bir paçka 250 qramdır, yarısı 125, yarısından biraz çox. Elə göz yağı götürdüm. 150, 250, 400 qram. 3 yumurtanın sarısı, yarı stəkan süt, 200 qram xama, yenə bir paket vanil, bir çimdik duz, çay qaşığının ucundan maya, bir paket vanil, sonra bir çay qaşığı şəkər tozu. İlk öncə xanımlar, deməli, unu ələdim, yəni video uzun olmasın deyə. Mayanı da üzərinə mən un və şəkər tozu əlavə edib, ilıq su əlavə edib, üzərində örtürəm ki, aktivləşsin. O aktivləşənə qədər mən ələdiyim unun üzərinə quru ərzaqları, yəni vanili, şəkər tozunu, duzu əlavə edib qarışdırıram və yumşalmış yağ üzərinə əlavə edib umac edəcəm. Xanımlar, mən yəni tam olaraq bilmirəm də hansı saatda edəcəm. Ona görə elə soyuducudan çıxartmışam. Bərk olduğu üçün mən mikrodalğada 30 saniyə saxladım. Ona görə belə yumşalıb. Belə yumşaq olmalıdır. İlk öncə, deməli, umac edirik. Sonra digər ərzaqları əlavə edəcəm üzərinə. Lazım olanları, malzəmələri əlavə edəcəm üzərinə. 43 ədəd alındı xanımlar. 40 qramdan mən götürürəm. Əslində, axırda biraz qaldı. Onu da elə göz yarı hərəsinin üzərinə biraz qoydum. Elə harca 41 qramdan alındı da şəkər buralar. Amma 40 qramdan götürürəm. Sadəcə axırda az qalmışdı deyə elə hərəsinin üzərinə biraz əlavə etdim. Artıq umac olub xanımlar. Xamanı, yumurtanı, sonra mayanı əlavə edirəm. Südü də az-az əlavə edirəm. Südün də hamısı gedir. Sizlər necəsiz, neyinirsiniz xanımlar? Üstünüzə sağlıq. İstədim xanımla, belə özüm yaxşı hiss etmirdim. İstədim elə səssiz paylaşam. Belə musiqi yükləmişəm. Sonra dedim, xanımlar elə sevmirlər. Səsimi yükləyim. Səsimi də yazım. Xanımlar, xəmiri qoyuram dinlənməyə. 20 dəqiqə, 30 dəqiqə. Belə. Bu arada mən tört-töküntünü yığışdırıram. Əldə yuyulmalılar, əldə yuyuram. Maşına qoyulanları, maşın zaten doluydu. Maşını qoşuram, yusun. Belə üzərində çox örtmürəm xanımlar. Şəkərburanın nəyini sevirəm? Şəkərburanın tört-töküntüsü olmur. Səyyəli otururuq, yəni işimizi görürük. Ən çox badam burada tört-töküntü çox olur. Kündələdim, yığdım xanımlar. Həm hissələr göstərmədim ki, video uzun olmasın, mənim üçün də rahat olsun. 43 gündə alındı. Üzərini örtürəm, bir 5 dəqiqə qalır, sonra başlayıram. Deməli, 3 dəfə elədim də. Listim mənim elə 14-15 ədəd tutur. 14-14 etdim. Üçüncü, belə deyək, partiyanda 15 ədəd etdim. Elə bir ki, 14-14 açdım. Bu cür xanımla açıram, yığıram.
Bir partiya gündəliyirik, bir partiya belə açıb yığırıq, bir partiya içini doldurub bu cür yığırıq. Bir partiya kənarlarını bükürəm, üz üstə yığıram. Bir partiyada, yəni naxış vurub yığırıq. Bu arada xanımlar, yəni elə də səliqəli alınmayıb. Çünki həm mənim sağ əlim üstünüzə sağlıq, yəni orta barmağım bilirsiniz ki, burada kənarlarını bükmüşəm xanımlar. Əməliyyat olub, orta barmağım olsa da sağ və sol tərəfdəki barmaqları da elə bir şey təsiri olub da, vətərin kəsilməsinin onlara da təsiri olub. Böyük belə işləri görürəm əlimin içinə, belə deyək də, gücü əlimin içinə verirəm, ovcumun içinə edirəm. Amma belə incə işləri, məsələn qələm tutum yazım, ya məsələn naxışlayım, ya belə bıçaq tutum nəyisə kəsim, məsələn paxlavanı, onları edə bilmirəm də, yəni yaxşı alınmır. Məsəl üçün tutum əlimin ovcumun içi ilə bıçağı tutum soğan doğrayım, o yenə yaxşıdır, onu edə bilirəm. Ona görə həm elə, həm mən naxış vuram, 20 köpüklük naxış vurandı xanımlar. Elə hər dəfə deyirəm, mən hara gedirəm? Elə hər dəfə deyirəm sifariş edəcəm, o da gəlir çıxır Novruz bayramına. Vallahi Novruz bayramı qabaqda o qədər problemlər olur, o qədər də yəni ehtiyaclar olur ki, vallahi edə bilmirəm. Səhifələrdən hər dəfə deyirəm ki, yaxşı 15 manata səhv etmirəmsə, də yəni bu maqqaş deyirik də var. Məsələn, 20 qəplik maqqaşara, 15 manatlıq maqqaşara. İndi fərqi var, çox qiymətədir də. Hər dəfə deyirəm ondan alacağam, sonra kündələri qoyurlar belə taxtadan belə yumruq qəşəng alındırır. Deyirəm ondan alacağam. Yəni ala bilmirəm. İndi inşallah alacağam. Ona görə evimiz üçün pişiririk, ballarımız üçün pişiririk, sifariş etmirik, sifariş üçün etmirik. Özümüz üçün edirik, köşümüzü sudan çıxarırıq. Buna da min şükür. Şəkər buralar soyumaqda ikən xanımlar, mən dedim elə uşaqlarım üçün puding də bişirim. Bananlı puding də dedim bişirim. Necəsiz, neyinirsiniz xanımlar? Qışı da yola salırıq, 2 gün qalıb. Bilirsiniz, 20-sindən 21-nə keçən gecə. Artıq yaz daxil olur. Qış mövsümündən çıxırıq. İnşallah yeni mövsüm, yeni fəsil bizim üçün daha uğurlu olar. Hər birimiz üçün. Ramazan astanasındayıq, yəni yola salırıq. İnşallah ki, bağışlanmışlardan olarıq. İnşallah ki, tövbələrimiz qəbul olunar, günahlarımız bağışlanar. İnşallah ki, verdiyimiz vədləri, sözləri yerinə yetirmiş olarıq. Allaha verdiyimiz sözləri, yəqin ki, hamımız etmişik də bunu. Tutaq ki, yanlışdan geri çəkiləcəm, bu yaxşı əməllər edəcəm, ibadətlərimi daha da gözəlləşdirəcəm. Bildiyiniz kimi, xanımlar, Ramazan ayı mənəviyyat ayıdır. Ramazan ayında ruhumuzu, mənəviyyatımızı zənginləşdirməliyik, ibadətlərimizi gözəlləşdirməliyik. Amma çox əfsuslar olsun ki, sosial şəbəkələrdə yəqin görürsünüz, insanlar göstəriş olaraq Ramazanda edirlər. Yəni dünya aləm tamam gözəldir, göstərilmək gözəldir. Amma başqa aylarda heç olmasa etsək də Ramazanda çox elə göstəriş etməyək. Çünki Ramazan mənəviyyat ayıdır. Ramazan kasıbın, varlının kasıbın halından anlayacağı üçün olan bir... Yəni səbəbi budur da, hər bir şeyin səbəbi var. Ramazanın da səbəbi, orucluğun da səbəbi birinci insan nəfs istəklərinə, yəni qalib gələ bilməsi, ağır günlərində nəfsinə qalib gəlib, yəni haram yollara düşməməsi üçün və ən əsas səbəblər varlıların kasıbların halından anlaması. Yəni oruc hər bir kəs üçündür. İmkanlı insanlar hər zaman istədiklərini ala bilirlər. Hər bir ehtiyaclarını da belə deyək ala bilirlər bizimlə müqayisədə. Ramazan ayında onlar da qadağa qoymalıdırlar hər bir istəklərinə və kasıbın halından belə deyək də hali olmalıdırlar, xəbərdar olmalıdırlar və bunu xəbərdar olduqları zaman onlar başlayırlar kasıblara əl tutmağa. Amma əfsuslar olsun ki, sosial şəbəkələrdə blogerlər, hansı ki blogerlər, estağfurullah, kimisə günahına girmək istəmirəm, zaten özləri də etiraf edirlər ki, nə namaz qılırlar, nə oruç tuturlar, zaten görüntülərindən, dırnaqlarından hər şey bilinir. Hansı ki, yol qəbəzləyənlər,
bütpərəstlər kimi, hansı ki, şaxta baba nə bilim bəzəyənlər, neyniyənlər, yolka bəzəyənlər, mən onda da demişdim ki, 2 ay sonra müsəlman olacaqlar. İndi də Ramazanı o cür edirlər və cahil kütlə də onları izləyir ki, nə gözəldir, insan ruhu dincəlir, nə gözəl. Kaş ki, bütün blogerlər belə təbliğ edirlər Ramazanı, amma onlara başa düşmürlər ki, Ramazan varlının kasıbın halindən anlaması olan bir aydır. Kasıb hardan alsın o qədər xərci ki, o qədər gözəlliklər, lazım olan nələr. Xanımlar, bu arada deməli şokolad bu cür şokolad idi. Bunun da içərisi ağ olur. İndi elə rəndədən keçirəcəm ki, içərisinə ağı çox düşməsin. Yəni ki, kasıb insan hardan alsın ki, o qədər sifarişlər etsin, evini bəzəsin, neynəsin. Yəni cahil kütlə əslində baxır o həmin blogerlərin evlərinin gözəlliyinə, onlar belə deyək də feyziyab olurlar, onların hüzuru ondan tapırlar. Amma əslində onlar elə bilirlər ki, Ramazandan hüzur tapırlar. Ramazandan hüzur tapmırlar. Ramazandan hüzur tapan insan o cür yəni paylaşımlara təriflər yazmaz. Sadəcə onların evlərinin gözəlliyinə, onların əşyalarının gözəlliyinə, qablarının gözəlliyinə, dekorlarının gözəlliyinə belə deyək feyziyab olurlar. Bunlara da elə gəlir ki, Ramazan ayı üçün bunlar belə bu hissləri keçirir. Olmaz. Yəni heç olmasa Ramazanda bu göstərişlər olmasın. Belə. Hələ azmış kimi onları da tərif deyirlər ki, kaş ki, bütün blogerlər belə təbliğ edə. Biz təbliğ edək əxlaqı, biz təbliğ edək doğruluğu, dürüstlüyü, mərhəməti, biz təbliğ edək, nə bilim, biz ibadətlərimizi gözəlləşdirək, biz mənəviyyatımızı gözəlləşdirək, biz ruhumuzu gözəlləşdirək, təmizləyək. Yəni Ramazan ayında məqsəd budur. Ramazan ayında da digər aylar kimi düzdür, bütün ilin bütün aylarını biz doğru dürüst olmalıyıq, doğru şeylər təbliğ etməliyik. Yəni ən azından Ramazanda bu göstərişləri təbliğ etməməliyik. Və hələ onları təbliğ etməyənlərə də pis baxırlar ki, keşke bütün blogerlər belə edərdi. Biz bütün blogerlər hardan alsın o pulu ki, o sifarişləri etsin, həm də ki, o düzgün deyil. Bir-iki dekor təbii ki, istifadə etmək olar. Amma üst-üstdən bir-biri ilə bəhsə gedirlər. Bu dekabr ayında yolka bəhsinə gedirlər. Kimin yolkası daha bahalıdır. Ramazan ayında da kimin dekorları daha çoxdur. Kimin nə, hansı ki, nə namaz qılmırlar, nə oruç tutmurlar. Keşke namaz qılırlar, keşke oruç tutalar. Keşke Ramazan ayının mahiyyətini anlayalar. Biri gözəl xanımlar, şəkərlər də bunlar da qabına yığıram, bilirsiniz, mən hamısını qablarına yığıram, qoyuram balkona, ev isti olur axı. Stolun üstünə uşaqların yediyinə görə qoyuram, o boşalanda gətirib qaba yığırıq da yenə. Belə xanımlar, bacardığım qədər etmişəm, amma inanın ən çox mən şəkər buranı bəyəndim, dadı çox gözəldir, paxlavan da bəyənmişəm. Yəni hamısı qəşəngdir, özüm bişirdiyim üçün demirəm. Bilmirəm, niyəsə şəkərbura mənə daha dadlı gəldi. Bilmirəm, ac vaxtımda yedim, ya nə inədimsə şəkərbura daha dadlı gəldi. Burada təbii ki, mən orucam, yəni dadına baxa bilməmişəm. Sadəcə iftarım açandan sonra birini yedim, baxdım, dadı yaxşıdır. Belə xanımlar, hər birinizi öpürəm. Allah amanda qalın, Allah əmanət olun. İnşallah yeni videolarda görüşərik. Bir 3-4 gün video paylaşmayacağım çünki bayram qabağıdır. Yəni mənim öz evimdə işlərim var. Siz də bayram, yəni qeyd edirsiniz, bayram havasındasınız. Həm Ramazan bayramı, həm Novruz bayramı. Təbii ki, şors videolar paylaşacağım. Elə buradan da sizi həm Novruz bayramınızı təbrik edirəm, həm Ramazan bayramınızı təbrik edirəm. Bilirsiniz ki, sabah bayram axşamıdır, 20-si bayramdır. Belə gözəl xanımlar, Allah Taala ibadətlərimizə bizə güc qüvvət versin, ibadətlərimizi şövqlə yerinə yetirək, ibadətlərimizdən zövq ala bilək, ibadətlərimizi gözəlləşdirək, ruhumuzu, mənəviyyatımızı gözəlləşdirək. Göstərişdən daha çox bu cür, yəni daxili göstərişlərimizə önəm verək, başqalarının görməsi üçün yox. Belə gözəl xanımlar, öpürəm, hələlik.